Peyğəmbərə sual edirlər. Buyururlar ki, ya Resulallah, Allah ilk dəfə nəyi yaratdı? Toratda yazır ki, Allah ilk dəfə göyü və yeri yaratdı. Sonra buyurdu, qoy işıq olsun və işığı yaratdı. İşıq yaranandan sonra Allah onu bəyənir və zülmətdən ayırır, gecə, gündüz. Amma İslam Peyğəmbərinə sual eləyəndə ki, ya Resulallah, Allah ilk dəfə nəyi yaradıb? Həzrət buyurur ki, Allah ilk dəfə Nuri Məhəmmədi yaratdı. Yəni, mənim nurumu yaratdı. O nur mənim özümündür və mənə də qayıdacaq, Allah buyurdu. Nizami Gəncəvi şərifnaməsində yazır ki, 7-ci səmavatı keçəndən sonra Peyğəmbərin vücudu, yəni bədəni hissə-hissə yox olmağa başlayır. Sidrət-ül Müntəhaya çatanda Peyğəmbərin vücudundan yeganə ürəyi qalmışdı. Sidrət-ül Müntehanı keçəndən sonra Peyğəmbərin vücudundan əsər qalmamışdı. Peyğəmbər nur şəklində qalmışdı. Peyğəmbərə sual və Peyğəmbərin cavabı. Allah ilk dəfə nəyi yaratdı? Həzrət buyurdu, Allah ilk dəfə Nuri Məhəmmədi yaratdı və o nur mənim özümündür və mənə də qayıdacaq, Allah buyurdu. Və Allahın vədəsi Meyracın gecəsində tamam oldu. Növbəti sualımızı oxuyaq.